Hörmətli tədbir iştirakçıları, əziz gənclər, ilk öncə hər birinizi incəsənətin tərəqqisinə dəstək ictimai birliyi adından salamlayıram. Hər birinizə xoş arzularımı çatdırıram. Bu günləri Qazax bölgəsində sizlərlə birgə bu tədbiri həyata keçirməkdən məmnunluq duyuruq. Nə xoş ki, bizlərə layihəmizi ölkəmizin regionlarında həyata keçirib, siz gənclərlə birbaşa ünsiyyət qurmaq imkanı əldə etmişik. Bugün həyata keçirdiyimiz tədbir Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən regionlarda incəsənətin gənclər arasında təbliği layihəsi çərçivəsində bugün burada sizlərlə görüşmək, incəsənətin cəmiyyətimizdəki rolundan, siz gənclərə incəsənətin faydasından, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində fikir mübadiləsi aparmaq üçün məhz bu bölgəyə, bu auditoriyaya toplaşmışıq. Bu günləri bu tədbirin həyata keçməsində Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığına minnətdarlığımı bildirirəm və bu günləri bizim bu tədbir Ədəbiyyat Muzeyində həyata keçirilir. Bugünkü tədbirimiz demək olar ki, siz gənclərin həyatında yalnız maarifləndirici məlumat xarakteri daşımır və biz bu günləri, bizim məqsədimiz odur ki, regionlarda yetərincə istedadlı gənclər var və biz o gəncləri məqsədimiz odur, onların incəsənət sahəsində aşkarlayaq, yaradıcılıqlarını üzə çıxardaq və onlara bu istiqamətdə dəstək göstərək. Və bizim bu günləri Azərbaycan mədəniyyəti, incəsənəti dövlət qayğısı ilə əhatə olunmuş və bizim bu günləri muzeylərimiz, mədəniyyət mərkəzləri, abidələrimiz bərpa olunur, yaradıcı gənclər dəstəklənir dövlətimiz tərəfindən və bizim Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə tanıdılması istiqamətində bir çox işlər həyata keçirilir. Və mən qeyd etmək istərdim ki, ölkəmizin prezidenti, cənab prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət dövlətin əsas siyasi prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ölkəmizin birinci vitse xanım Mehriban Əliyeva həyata keçirdiyi mədəni layihələr nəticəsində bu günləri bizim Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə tanınır və təbliğ olunur. Heydər Əliyev Fondunun dəstəyi ilə muzeylər, tarixi abidələr ölkəmizdə və xaricdə bərpa olunur və milli mənəvi dəyərlərimizin qorunması istiqamətində bir çox işlər həyata keçirilir. Və birinci vitse-prezident xanım Mehriban Əliyevanın gördüyü təşəbbüslər nəticəsində bu günləri bizim Azərbaycan mədəniyyəti, incəsənəti, aşıq sənəti, muğam, xalçaçılıq, digər milli mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanınır və qəbul olunur. Əziz gənclər, bu günləri hər birimiz bilirik ki, Azərbaycan illər boyu zəngin mədəniyyət yaradıb. Və bizim borcumuz həmin milli mənəvi dəyərlərimizi qorumaq bizim əsas böyük məqsədimiz və borcumuzdur. Və bu Azərbaycan mədəniyyətini gələcək nəsillərə ötürmək, inkişaf elətdirmək siz gənclərin üzərinə düşən böyük məsuliyyətdir. Çünki bu günləri dəyişən dünyamızda sizin üzərinizdə böyük çağırışlar dayanır. İnformasiya bolluğu, sosial şəbəkələrin aktivliyi, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində insanlarımız bəzən mənəvi dəyərlərdən uzaqlaşır. Belə bir vaxtda siz gənclərin incəsənət istiqamətində, incəsənət sizin fəaliyyətinizdə kömək edir və asudə vaxtlarınızın səmərəli keçirilməsi istiqamətində sizə böyük töhfə verir. Mənim sizə tövsiyəm odur ki, siz gənclər hər biriniz bu günləri incəsənətlə bağlı rəsm çəkirsiniz. Bizim bu günləri izlədik. Çox yaxşı şəhər salmada gənclərimiz rəsmlərini təqdim etdilər. Biz baxdıq. Daha sonra şeir deyərimiz, musiqi ifaçılarımız, səhnə qabiliyyəti olan gənclərimiz vardır. Və bugün istərdik ki, hər bir gənc incəsənətə marağı varsa, onu vaxtında inkişaf etdirsin, təhsilini həmin istiqamətdə davam etdirsin. Çünki böyük uğurlar kiçik addımlardan başlayır. Bəzən biz paytaxtda həyata keçirdiyimiz tədbirlərdə
Biz gənclərlə bir arada oluruq və onların bəzən baxırıq incəsənətə marağı çox yüksəkdir. Ancaq valideynlərin təhkimi ilə onlar öz deməli incəsənətdən uzaqlaşaraq başqa bir istiqamətdə təhsil alırlar. Və bəzən bu uğursuzluqla nəticələnir. Ona görə ki, bunun istedadı incəsənətədir, ancaq bu başqa sahə üzrə təhsil alır. Ona görə vaxtında öz istiqamətiniz incəsənətədirsə, həmin yolda addımlayın və siz bir də görəcəksiniz ki, gələcəkdə incəsənət sahəsində fəaliyyət göstərən, peşəkar, gənc və Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ edən peşəkar bir incəsənət xadiminə çevrilmişsiniz. Mənim sizə tövsiyəm budur, əziz gənclər. Və bizim tədbirimiz davam edir. Bu günləri Qazax rayon icra hakimiyyətinin baş məsləhətçisi Gülnar xanım buradadır. Mən istərdim ki, sizlərə öz incəsənət sahəsində tövsiyəsini, öz xoş sözlərini desin. Buyurun Gülnar xanım. Hər birinizi salamlayıram və Turanə xanımla bildirmək istəyirəm ki, rayonumuza xoş gəlmişsiniz. Sağ olun, təşəkkür. Və sizin layihənizə uğurlar arzulayırıq və təşəbbüsünüzə görə də təşəkkür edirik ki, paytaxtdan 500 kilometr məsafədə uzaq bir rayonda gəlib, gənclərimizin potensialının üzə çıxarılmasında maarifləndirmə işlərinin həyata keçirimizə görə sizə dərin təşəkkürümüzü bildiririk. Və onu da bildirmək istəyirəm ki, sizin Qazax rayonu seçiminiz inşallah ki, öz bəhrəsini verəcək və ümid edirik ki, sizi nəticəsi olacaq bu layihənizin və onu da tam əminliklə deyə bilərəm ki, artıq o potensial Qazaxda var. Çünki mən rayon icra hakimiyyətinin əməkdaşı olaraq o incəsənət sahəsi ilə bağlı tədbirlərini demək olar ki, əksəriyyətini biz mədəniyyətlə birgə təşkil edirik. Burada Münəvvər xanım, müəllimə, bizim rəsm müəlliməsi, Hüsniyə müəllimənin, məktəbimizin müəlliməsi və bildirmək istəyirəm ki, birgə layihələrimiz çoxdur. Bizim rayonda həyata keçirilən tədbirlərdə biz əsasən gənclərimizə üstünlük veririk. Hansı ki, bizim ümumilikdə bildirmək istəyirəm, rayon 98-ə yaxın mədəniyyət müəssisəsi fəaliyyət göstərir ki, onlardan kitabxana var, onun filialları var, mədəniyyət mərkəzi, eyni zamanda filiallarıdır. Muzeylərimiz fəaliyyət göstərir, eyni zamanda qalereyamız fəaliyyət göstərir və onu da tam əminlə deyə bilərik ki, baxmayaraq ki, texniki problemlərimiz var, çaşmazlıqlar var, əlbəttə ki, binaların texniki məsələləridir. Amma ona baxmayaraq öz gücümüz çərçivəsində, müəllimlərimizin öz gücü çərçivəsində biz o gəncləri nəyəsə yönəltmək, nəyəsə sahib olmağa çalışırlar müəllimlərimiz. Bunlara görə də müəllimlərimizə təşəkkürümüzü bildiririk və bildirmək istəyirik ki, bizim gənc rəssamlarımız kifayət qədər var. Gənc saz ifaçılarımız, muğam ifaçılarımız, digər alətlərdə ifaçılarımız var və musiqi məktəbinin bayaqları 2 nömrəli, Səfirən 2 nömrəli musiqi məktəbinin bəlkə artıq müəlliməni də tanıyırıq biz. Geyimlərindən də bilirik ki, musiqi məktəbinin 2 saylı musiqi məktəbinin getirmələridir. Və buradan görürük ki, artıq müəllimlərimiz də həqiqətən əvvəlki dövrlərə baxanda daha çox fərqləniblər. Tədbirlərimizdə uşaqlardan əlavə müəllimlərimiz də ifa edir artıq mahnılarını, özlərini göstərmək istəyirlər ki, yəni bizdə bu potensial var. Eyni zamanda Qazaxın sakinlərini, valideynlərinə çox təşəkkür edirik ki, uşaqları yönləndirirlər, maraq var, valideynlərdə də maraq var. Və bəlkə siz çox gözəl vurğuladınız ki, gənclərimizin yönləndirilməsi, bəli, valideyn hər birisi ki, evladı müəllim olsun, həkim olsun, polis olsun. Amma uşağının bir yaradıcılıq, incəsənət sahəsində marağına o qədər də əhəmiyyət vermir ki, mənim uşağım marağı bu sahədədir. Yəni, televiziyadan dəfələrlə şahid olmuşuq ki, müğənnidir, qəşəng müğənnidir, muğam ifaçısıdır, amma ixtisasca həkimdir. Gözəl aparıcılarımız var, bilirik ki, onların da aparıcılıq qabiliyyəti yüksək səviyyədir, amma ixtisasca diplom başqa sahədir. Yəni, bunlara da biz görürük ki, ola bilər, məsələn, Sevin xanım gülümsüyür. Biz bu yaxınlarda Səməd-Fəron 120 illik yubileyi ilə bağlı bir qəşəng tədbir keçirdik, gənclərimizin, könüllərimizin təşkilatçılığına. Biz onların orada yazı qabiliyyətini də gördük, qiraətçiliyini də gördük, saz ifaçılığını da gördük.
Eyni zamanda intellektual yarış təşkil eləmişlər, onların öz gücləri daxilində və o bacarıqlarını da gördük və Sevin xanım baxmayaraq ki, ali təhsil alır Bakı Dövlət Universitetində, amma aparıcılığını orada biz onu ixtira elədik. İncəsənətə marağı. Marağı var, yəni. Hətta məsələn bizim Aslanbəylidən olan Bala Zəribxan deyirik biz onu öz aramızda. Çünki o baxmayaraq ali sosial iş, sizdə hansı ixtisasdır? Turizm işin təşkilidir, amma özünün çox gözəl qiraətçiliyi var, saz ifaçılığı var. İndi diplomun sayını çox olmaq, qabiliyyətin sayını çox olmaq nə ziyan var? 2 nömrəli musiqi məktəbini bitirmişəm. Bəli, 2 nömrəli musiqi məktəbini bitirib. Məktəbli şagirdiyəm. Bəli. Çox gözəl. Elmi müəllim. Sağ olun. O tədbirlərimizdə gözəl çıxış eləyəndə biz həqiqətən qürurlanırıq ki, qazanımızda belə gənc yetirmələr var. Hər birimizə uğurlar arzulayırıq. İnşallah ki, layihəmiz uğurla icra olunub, nəticəsini, bəhrəsini görəcək. Yəni, tək oraya diplom alıb, sənəd alıb, oraya qoymaqla yox, incəsənət sahəsində öz istəyinizin, marağınızın altına getməniz lazımdır. Çox sağ olun, təşəkkür ederim. Çox sağ olun Günara xanım. Günara xanım ətraflı məlumat verdi. Gənclərimizi incəsənətə daha da marağının artırılması istiqamətində çıxışını etdi. Bir daha təşəkkür edirik. Və bu günləri biz incəsənətin tərəqqisinə dəstək ictimai birliyi olaraq bizim nizamnamədə əsas məqsədimiz odur ki, biz dövlətin mədəniyyət və incəsənət sahəsində apardığı siyasəti dəstəkləmək, Azərbaycan mədəniyyətini ölkəmizdə və beynəlxalq aləmdə təmsil etməkdir. Buna görə biz yeni yaranmağımıza baxmayaraq biz artıq 7-8 aydır fəaliyyət göstəririk, amma bir çox tədbirlər layihələr həyata keçirmişik və bunlardan biri də bizim üçün qürur verici oldu ki, biz təşkilat olaraq, mədəniyyət təşkilatı olaraq bütün dünyanı bir araya gətirən, BMT-nin həyata keçirdiyi dünya miqyaslı BUF 13-də iştirak etdik. Və sizin kimi gənclərdən ibarət biz təşkilatımızın nəzdində Zəfər Yurdu ansamblı yaratmışıq və Zəfər Yurdu ansamblı 60 heyətdən ibarətdir və burada peşəkar musiqiçilər fəaliyyət göstərir. Bunların bir qismi xalq çalğı alətləri, bir qismi akademik milli vokalistlər, muğam sahəsində ifaçılar və saz aşıqlarıdır. Və bunlarla birgə biz şəhər salmada, səslərdə şəhər 13 memarlıq ritmi adlı tədbirdə biz urban mədəniyyətini birləşdirərək 13 kompozisiyadan ibarət olaraq musiqi təqdim etdik. Və bizim bu musiqimiz yerli və beynəlxalq qonaqlar tərəfindən bir mənalı olaraq çox yaxşı qarşılandı və bizə də qürur verici hissdir ki, biz Azərbaycan mədəniyyətini belə bir forumda xarici qonaqlarımıza təqdim etmək qismətimiz oldu və uğurla nəticələndi və burada yalnız biz musiqiçilərlə deyil, bizim təşkilatın nəzdində Xəzri rəqs ansamblı da fəaliyyət göstərir. 44 günlük Vətən Savaşından sonra Azərbaycanımızın igid oğullarına, Azərbaycanımızın dəmir yumruq, ölkəmizin birinci və Ali Baş Komandanı İlham Əliyevin uğuruna yazılmış musiqi parçasında Xəzri rəqs ansamblı forumda öz ansamblını, öz rəqsini təqdim etdi. Və biz daha sonra həmin ansamblla birgə bir çox tədbirlər həyata keçirdik. Bu günləri bizim məqsədimiz incəsənətin regionlarda incəsənətin gənclər arasında təbliği istiqamətində həyata keçirdiyimiz layihənin əsas məqsədi odur ki, biz siz gənclər arasında incəsənətə maraq oyadaq və sizin daxilinizdə kiçik bir istedad varsa da o marağı daha da artıraq. Biz sizə dəstək olaq bu istiqamətdə və Zəfər Yurdu ansamblının həmin bölgələrdə filiallarını yaradaq və sizlərlə birgə biz festivallar həyata keçirək. Biz dünənləri ilk tədbirimizin açışı Ağstafa rayon Uşaq Musiqi Məktəbində oldu. Bu günlər bizim ikinci tədbirimizin davamı Qazax rayonundadır. Siz gənclərlə birgə həyata keçirdirik və həqiqətən də mən siz gəncləri bu günləri buradan dinləmək istərdim. Çünki siz gənclərin hər bir kəlməsi bizlər üçün bir layihədir. Bu günləri gənclərimiz o qədər inkişaf edib ki, onlar
o qədər yaxşı təkliflərlə qarşımıza gəlirlər, çox yaxşı ideyaları olur. Biz bu yaxından bir paytaxtda bir tədbir həyata keçirilirdik, Slavyan Universitetində. Mən onu sizlərə demək istəyirəm. Niyə demək istəyirəm? Bayaqki sözümə görə demək istəyirəm ki, bəzən incəsənətə marağı olan gənclər başqa istiqamətdə təhsil alır. O Gənc Biznes Universitetində Rus dili fakültəsi üzrə müəllimlik sahəsində öz təhsil alırdı. Ancaq 2 ildir təhsil almağına baxmayaraq o gənc heç bir uğur əldə etməmişdir. Bu nəyin nəticəsidir? Valideyn təhkiminin və gəncin incəsənətə marağı olmasına baxmayaraq həmin istiqamətdə təhsil almamağıdır. O mövzudan dedi ki, mən səhnəyə gəlmək istəyirəm, səhnədə çıxış etmək istəyirəm. Həqiqətən də o gənc akapella, musiqisiz Qarabağ şikəstəsini ifa etdi. Gənclər və müəllim heyəti tərəfindən həqiqətən o qədər alqışa layiq görüldü və deməli həmin universitetdə o gənc 2 ildir təhsil alırdı və müəllim heyəti, universitetdəki müəllimlər belə bilmirdilər ki, bu gənc orada təhsil alır, bunun bu cür səsi var. Və biz o gəncə dəstək olduq, biz ansamblımızın üzvü etdik, gənclər tədbirdə səhnə bacarığını artıraraq, məşqlər edərək onu dövlət tədbirlərinə, konsertlərə çıxartdıq. Və bununla da yanaşı, universitet də artıq onu tanıdı ki, bu gəncin incəsənətə marağı var və universitetin özü də dövlət tədbirləri keçirdikdə həmin gənc bu günləri universitetdəki gənclərə mahnılarını ifa edir, oxuyur. Və ona görə mən bu günləri rəsmlərini izlədim, orada gənclərimizin. Həmin gənclərimizi dinləmək istərdim və Qazax rayonunda, məsələn, incəsənət sahəsində nələr görmək istərdilər və özlərini hansı istiqamətdə daha peşəkar incəsənətin qiraətçilik sahəsindəmi, rəsm sahəsindəmi, musiqidəmi, səhnə bacarığındamı görməklərini və onların hansı səviyyədə gələcəkdə təhsil almaqları barədə mən siz gənclərə ünvanlanıram və siz gəncləri dinləmək istəyirəm. Çünki bu günləri biz burada, bu bölgədə siz gəncləri dinləmək üçün gəlmişik və siz gənclərə dəstək olmaq üçün gəlmişik. Buyurun, əziz gənclər, mən sizləri dinləmək istərdim. Münəvvər xanım, gənclərimiz düşünənə qədər istərdik gənclərimizə sizlər bugün rəsm qalereyasının rəhbəri olaraq öz tövsiyənizi verəsiniz çıxışınızda, gənclərimizi sizi dinləsin. Mən də bütün tədbir iştirakçılarının hamısını salamlayıram. Çox gözəl bir tədbirdir. Elə bir tədbirdir ki, burada təkcə Azərbaycanın deyil, bütün mədəniyyəti təsdiqdir. Qeyd eləmək istəyirəm ki, hər bir xalqı tanımaq üçün ilk növbədə o xalqın mədəniyyətini bilmək lazımdır. Mədəniyyəti olmayan xalq heç cür nə inkişaf edə bilməz, nə dünya dövlətləri arasında seçilə bilməz. Lakin buna baxmayaraq bizim dövlətimiz bütün sahələrin inkişafı ilə bərabər mədəniyyət sahəsində çox yüksək nailiyyətlər əldə edir. Əsli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulur. Bugün də onun siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyev cənablarıdır. Və onun strategiyasında, onun xəttində gənclərə xüsusi önəm verilir. Yəni gənclərin hər tərəfli inkişaf etməsi, onlar üçün bütün şəraitlərin yaradılması, ölkəmizin mədəni səviyyəsini bütün sahələrdə, istər idman sahəsində, istər təhsil sahəsində, xaricdə təbliğ edilməsi və mən onu qeyd eləmək istəyirəm ki, bizdən ötürü çox qürur verici bir haldır ki, onlar təbliğ eləməklə bərabər hər dəfə Azərbaycana medallarla gəlirlər, qızıl medallarla, gümüş medallarla. Yəni bu da bizim ölkəmizdə onlara ayrılan bu vaxtın mı deyim, bu dəyərin mi deyim, daha da dəyərləndirilməsidir. Azərbaycanın inkişaf etməsi, bayaq qeyd elədim ki, mədəniyyətini, çox şükürlər olsun ki, bugün Azərbaycan mədəniyyəti nə qədər dərindir, nə qədər böyük mədəniyyət olsa da, Mehriban xanımın təşəbbüsü ilə üniversiteye daxil olundu, qeyri-maddi mədəni işlərimiz, muğam sənətimiz, kəlağayımız və digər atributlarımız dünya miqyasında tanınmağa başladı. Və bu layihələrin hazırlanması, həyata keçirilməsi istər dövlət təşkilatları, istər qeyri-dövlət təşkilatlarında yüksək səviyyədə həyata keçirilir.
Bu da gənclərə böyük stimul. Onlar çox düzgün qeyd elədilər ki, hər hansı bir gəncin, yeniyetməlinin istedadı var. Lakin bu istedadı doğulur. Onu bizə çıxara bilmir. Yəni ki, bunun üçün bizlər hamımız dəstək olmalıyıq. Mən öz adımdan Qazax Dövlət Rəsm Qaleriyasının direktor kimi qeyd eləmək istəyirəm ki, bizdə dərnək fəaliyyət göstərir və bütün tədbirlərə aid. İşimizi ilin əvvəlində tədbirlər plan məsələsində oluruz. Sonra böyük sənətkarımız, xalq şairimiz, Azərbaycanın ilk xalq şairi sənətinin 100 illik yubileyi. Yəni, bax, bunların hamısına aid digər tədbirlər, hamısına aid bizdə də çox böyük işlər görülür. Vətənpərvərlik ruhunda xüsusi işlər görülür. Bizim qəhrəmanlarımız öz canları bahasına 4 gün ərzində tarix yazdılar, zəfər çaldılar. Elə bir tarix yazdılar ki, bu əsrdə ilk dəfə olaraq işğal altında olan torpaqlar geri qaytarılır. Biz hamımız onlara borçluyuq. Onların ruhları qarşısında baş əyilir. Onların yerləri, məkanları cənnət borçludur. Bax, həmin gənclər Azərbaycanda bir sağlam gənclik görülür. Bu cür sağlam gənclik təbliğ edilir. Hamınıza sağ olun. Təşəkkür edirik Münəvvər xanım, gənclərimizə geniş incəsənətlə bağlı məlumat verdiyiniz üçün sizə çox sağ ol deyirik. Münəvvər xanım çox gözəl qeyd etdi ki, hər bir xalqın gücü onun mədəniyyətində, incəsənətində, milli mənəvi dəyərlərində öz əksini tapır. Biz kim ki bir Azərbaycanlı olaraq öz mədəni irsini qoruyursa, həmin şəxs, həmin Azərbaycan vətəndaşı milli kimliyini və öz mədəni dəyərini qoruyur. Əziz gənclər, bu günləri bizim sizlərə yenə deyirəm, bu istiqamətdə tövsiyəmizi verə bilərik. Ancaq siz özünüzü bu uğurda muzeylərə getməlisiniz. Münəvvər xanım çox gözəl qeyd etdi ki, rəsm qaleriyasının tərkibində dərnəklər fəaliyyət göstərir. O dərnəklərə boş asudə vaxtlarınızda orada gedib iştirak edə bilərsiniz. Daha sonra muzeyləri ziyarət edin, incəsənətə olan marağınızı artmasına və milli mənəvi dəyərlərimizin qorunması istiqamətində uğurlarınızı davam elətdirin. Bu günləri biz incəsənətin tərəqqisinə dəstək ictimai birliyi olaraq martın 20-sində biz Azərbaycan mədəniyyətini Tacikistan ölkəsində təmsil etdik. Tacikistan ölkəsində 30 ölkənin iştirakı ilə biz Azərbaycanın milli musiqisini təmsil etdik. Və biz o qədər qürurlandıq ki, Müslüm Maqamayevin Azərbaycan musiqisi həmin ölkədə 30 ölkənin iştirak etdiyi bir tədbirdə səsləndi. Nə xoş ki bizlərə, həmin musiqi, Azərbaycan musiqisi həmin nümayəndələr tərəfindən yüksək səviyyədə qarşılandı. Məqsədimiz odur ki, Azərbaycan mədəniyyətini təmsil edək. Bu günləri Münəvvər xanım qeyd etdiyi kimi biz 44 gündə torpaqlarımızı işğaldan azad etmiş Azərbaycan xalqıyıq. Və bu günləri Qarabağda bizim torpaqlarımıza qayıdış olur, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində tarixi abidələrimizin bərpası dövlətin diqqət mərkəzindədir. Bu da onun bir daha sübut edir ki, bizim milli mənəvi dəyərlərimizin qorunması Azərbaycanın diqqətindədir. Bu da milli mənəvi dəyərlərimizi qoruyuruq. Buna görə mən siz gəncləri dinləmək istəyirəm. Hansı istiqamətdə təhsil alırsınız, incəsənətə marağınızdan danışın və sizləri də dinləyək. Daha sonra biz tədbirimizin bədii hissəsində buyurun, özünüzü təqdim edin. Mən Aliyeva Zeynəb. Mən özüm Uşaq Qazax İnanməli Uşaq Musiqi Məktəbini 7 illik təhsil olaraq fortepiano çıxarmışam və əlimdən gəldiyi qədər də özüm evdə incəsənət təhsilə məşğul olam və məncə daha aktual olmalı, uşaqların öz bacarıqlarını göstərməyi, incəsənətə yönəlməyi üçün belə aktual tədbirlərin daha çox keçirilməsi, nəinki, məsələn, uşaqlar bir-birləri ilə yarış ilə maraqlarını cəlb edə bilərlər.
belə tədbirlərin çox keçirilməsi həm uşaqlar üçün maraqlı ola bilər, bu yarışlara baxaraq onlardan nəsə götürüb o sahədə irəliləmək istəyə bilərlər, həm də bu sahə ilə üzrə irəliləyən uşaqlar öz bacarıqlarını orada digər insanlara sərgiləyərək onlara nümunə ola bilərlər. Məsələn, mən musiqi və incəsənət mənim üçün sakitləşdirir məni. Çünki boş vaxtlarımda bunlarla məşğul olmaq, telefona baxmaqdan daha aktual gəlir mənə. Məncə, bir çox uşağın da bu sahəyə yönəlmək üçün yenə deyirəm, belə aktual tədbirlərin daha çox keçirilməsi lazımdır. Çox sağ olun. Gəncimizdə Qazanın Kozalar Gönlünə yəqin tanıyırsınız. Mustafazadə Azərin var. Onun anası fransız dili müəllimidir, atası da fotoqraf kimi, yəni bloger kimi deyirlər, respublikamızı görməli yerlərində müəyyən o təbiət şəkillərini çəkir. Onun qızı Qazaxda pianino bitirdi. bizim məktəbdə. Ay, sağ olsun. İndi onu internetdə, YouTube'da yazan kimi o xanımın adı Bəli, gəlir. simfonik orkestrdə hal-hazırda fortepianoda ifa edir. Yəni, baxmayaraq ki, ana təhsilli, diplomlu deyərdik ki, məsələn, qızını o da müəllim eləyə bilərdi, fransız müəllim eləyə bilərdi, amma onun qızının istəyinin arxasından getdilər. Bu dəqiqə o məşhur konsertlər də təşkil edir. Simfonik orkestrdə fortepianoda ifa edir. Gülər Üzeyir Hacıbəyli adına akademik simfonik orkestrdə. Dünya üzrə ikinci yerə çıxdı. Bəli. Və eyni zamanda onlar ki, bacıdırlar. Bir Əzizə Qayda bizdə bir rəsm qaleryasında Yəni, bir adicə misal çəkmək istəyirəm. Bizdə Harvard festivalı keçirilir də, hər il bilirsiniz ki, Şuşada. Biz əvvəllər eləyirik ki, o bayaqı Şirazı təkcə Tadir Şahmalıoğlu oxuyurdu. Çünki artıq o qızıl folkda saxlanır da. Amma görürsünüzmü, indi nə bayaqı Şiraz oxuyan yerdən uşaqlar qaldı. Bəli, bax onun misal, bir misal da çəkmək. Çınarı Məhlizadəni tanışdır da müğənni. Görün, o dünya liderlərindən biri olan Erdoğanın qarşısında, Cənab Prezidentin qarşısında ifa edir və hətta Cənab Prezident onu böyük fəxrlə, qürurla ifa edir ki, Azərbaycanlı xanım Çınarə xanım. Və Erdoğan cənabları da onun ifasını xüsusilə oradan vurğulayır. Yəni, biz tək məşhur həkim olub belə, bəlkə də bu qədər belə yüksəlir, inkişaf edib ucalmaq. Amma o xanım artıq bəlkə də dünyada tanınır, Türk dünyasında tanınır. Nəyə gətirmək istəyirəm ki, bax bunları misal götürüb, nümunə götürüb, örnək götürmək olar gənclər. Yəni, hamımızın canlı şahid olduğumuz bir məsələ nümunələr gətirir. İndi sizə eşitmək istəyirik. Bizim burada gənc, fəal aktiv gənclərimiz var, bu xanımdır. Aktiv olun. Sevim xanım, buyurun, bəli. Öncəliklə salamlayıram sizə. Mən Ümid Əhməd Qazax Məktəbində Gənclərin Yeddi Məşğuliyyətinin üzvüyəm. Bayaqdan elə posterimizə baxıram, çox möhtəşəm bir iş çıxardı. Sizə öncəliklə təşəkkür etmək istəyirəm. İncəsənətə verilən bu qədər diqqət, xüsusilə də gənclərin üzərində aparılan diqqət. Çünki gənc nəsil elə bir nəsildir ki, yeni inkişafa doğru atılan bir nəsil olduğu üçün onlardan başlamaq digər daha kiçik yaşlı uşaqlara da örnək olmaq kimi bir şey olar. Günümüzün aktual bir mövzusuna toxunmaq istəyərdim. Bu günləri incəsənətə düzdür diqqət verilir, amma xüsusilə Azərbaycan incəsənətinə, xüsusilə Azərbaycan melodiyası o qədər də fikir verir ki, gənclər arasında təbliğ olunmur. Ona görə daha öncədən gələrəkdən təşəkkür etmək istəyərdim ki, bugünkü bu aktual mövzuya toxunmusunuz və hal-hazırda Cənab Prezidentin siz özünüz də vurğuladınız, Azərbaycanda gənclər siyasətinə verdiyi bu diqqət, qayğı bu şəkildə davam etdirilirsə, buna da minnətdarlıq olaraq sizə borcluyuq. Çox sağ olun. Çox sağ olun. Ayrıca muğam müsabiqəsinin keçirilməsi, muğam müsabiqəsindən sonra biz nə qədər gəncləri kəşf elədik, nə qədər o axır, yəni efirə ucumuz müğənnilərdə yox, son zaman o efir qadağasından sonra bizim o muğam müsabiqəsinin qalibləri ən çox efirə çıxarılır, onlar dəvət olunurlar. Bu da əslində elə Mehriban xanımın Bərxar xanımın qeyd elədi, Azərbaycan folkloruna, mədəniyyətinə, incəsənətinə diqqətinin bir bariz nümunəsidir. Bu son axırıncı illərdə Mədəniyyət Nazirliyinin təşəbbüsündə istedadları üzrə çıxarılması. Bütün sahələr üzrə, musiqi də var, rəsm də var. Yəni bütün sahələr üzrə bax bu müsabiqələr keçir. Müsabiqələr olur, mədəniyyət günləri keçirilir. Bu da mədəni diyalogların inkişafına gətirib çıxardır və bu gəncin istədim çox yaxşı çıxış etdiniz bu arada. Biz bayağı mahnılara daha çox üstünlük verilir son zamanlarda. Bizim 4 mart tarixində Milli İncəsənət Muzeyində Zərif Zəfər adlı tədbir həyata keçirdik.
Burada gənc peşəkar musiqiçilərdə ifalarında Qərbi Azərbaycanın musiqiləri səsləndirildi, saz ifası ruhani səsləndirildi, vokalistlərimiz akapella oxudular, mikrofonsuz oxudular və burada demək olar ki, muzey o qədər kütlə ilə dolu idi ki, bizdə burada 7 nəfər millət vəkilimiz iştirak edirdi bizim bu tədbirimizdə. Hamısı önə gəldi çıxış edəndə bu cür belə səhnəyə durdular, baxdılar ki, bizim burada çıxışımız o qədər bizi sevindirir ki, niyə? Çünki bu günlər Azərbaycan mədəniyyətinə bu qədər diqqət var və bu gün gənclərimiz canlı ifa edirlər və həm də zal doludur. Zal doludur deyir, zal belə doludur deyən biz çox yaxşı çıxış edirik və biz bunu işıqlandırıldı, sosial şəbəkələrdə getdi bizim bu konsert proqramımız və inanırsınız, bütün cəmiyyət yazmışdı, burada bu tədbirdə iştirak edənlər qeyd etdi ki, Turanə xanım, nə gözəl ki, belə bir tədbir həyata keçirildi. Bizim artıq televiziyada bayağı mahnılara qulaq asmaqdan deyir, televiziyaya baxmaq istəmirik də, amma deyir, bu musiqiçilər hətta deyir, mikrofonsuz oxudular, nə gözəl. Biz də mədəniyyət hissəsinə bu qədər biraz da olsun, dəstək göstərirsə bizə nə xoş. Qazaxda bu daha da yüksək səviyyədə. Muğam sənətidir, sazən o qədər yüksək qiymət verir, o qədər yüksək qiymət verir. Rəsm olsun, sonunda mütləq saz ifaması Hə, mütləq. Yəni gələcək mənim o qədər xüsusi diqqət verir ki, Bir saz ifamız olsa nə gözəl olar. bütün sahələrə, məsələn, Gərəklər deyə uşaqlar bizim Bala Zərafan sazını gətirərdi. Nə gözəl olar. Bəlkə buradadır, onların filmi. Barat müəllim burada sazı Buradadırsa ifa edir, nə gözəl olar. Müəllim o. Dedim, bəlkə sazı buradalar elə yazır da bir ifa eləyərdim. Bir fikir də səsləndirmək istəyirəm. səsləndirəsən. Mənim gözlərim üstə. Fikirdən verir. Gəl səhnəyə. Sonra bir sıra dövlət televiziyalarında iştirakım oldu. Ondan sonra da şükür Allaha Azərbaycan üzrə tanındım və mənim formalaşmağımda mənə böyük rolu olan insanlardan biri Səfərov Elvindir. 5 illik musiqi təhsil aldım. Böyük məsələlərdən birini göstərən insandır həqiqətən. Eyni zamanda musiqi məktəbində mən bir çox şeylər öyrəndim. Buradan uşaqlara, incəsənətə marağı olan uşaqlara demək istədiyim odur ki, və eyni zamanda gənclərə demək istəyirəm ki, əgər incəsənətə marağınız varsa, yalnız şəhərlər üzərindən yox, rayonlar üzərindən yox, eyni zamanda bəlkə də ayağı çarxlı kiçik bir ölkə böyük firdovsilər yetirdi bəlkə. Çünki kəndlər üzərindən biz getsək, həmin gənclərin tapılmasını, araşdırılmasını daha da asanlaşdıra bilərik. Çünki mənim özüm də kənddən çıxan bir el oğluyam və eyni zamanda Qazağı təmsil edirəm hal-hazırda və bundan da böyük bir fəxarət hiss edirəm. Bu yerdə Akif Səmədin bir sözü, bir şeiri yadıma düşdü. Deyir, canımsan, qanımsan, özümsən valla. Şöhrətim, şərəfim, xətrim Qazaq. Sözümün, capımın ilk əzəlisən, şah sözüm, şah misram, sətirim Qazaq. Damcılı nəğmədir, sözdür sinəmdə, nə məralıb kim ki dilboz minəndə, Qarabağda molla pənah dinəndə, daşın da bənövşə bitirir Qazaq. Bidadi şəxsdə dili bayatı, çiçəyi bayatı, gülü bayatı, incədə çağlayan selin bayatı, təkincən kimləri yetirib Qazaq. Xeyirli torpaqsan, nurlu torpaqsan, çiçəkli torpaqsan, dürlü torpaqsan, başında, gözündə ox olacaqsan. Kim ki çörəyini itirib Qazaq. Akif Səməd, adın addan çıxmasın. Torpağa kəz baxan, millətə kəz baxan oddan çıxmasın. Allah ustada rəhmət eləsin, sizlərə can sağlığı. Çalış ki, dədə ədalət yaddan çıxmasın. Kərəmi borandan ötürüb Qazaq. Kərəmi borandan ötürüb Qazaq. Nömrənizi, adınızı qeyd edərsiniz, bizə verərsiniz. Biz sizi Zəfər Yurdu ansamblına üzv edərik və dövlət tədbirlərində üst tutarıq sizə. Belə gənclərimiz çoxdur, onları daha çox cəlb edir. Mən özüm əsas məqsədim oldu ki, bu regionlarda həqiqətən də həddən artıq yaradıcı gənclər o qədər çoxdur ki. Biz o gün universitetdə bir tədbir keçirdik, bilmirəm orada buradakı tələbələrdən varmı? Bir qız elə gözəl musiqi səsləndirdi, elə gözəl oxudu ki,
Yəni heç bir məsələn təlimsiz, müəllimsiz, amma bir gözəl məlahətli səs var idi ki, məsələn istəyirdi o gəncimiz də burada iştirak eləsin. Bir də gəlsə bir məsələni də deyim ki, 2 dənə mən məşğuliyyəti müqayisə eləmək istəyirəm, amma hər ikisinə böyük hörmətim var, idmana da böyük hörmətim var, mədəniyyətə də. İdmançının hərəkətlərində görürsünüz, biraz qobulcasına davranış, bədən, fiziki quruluş. Amma mədəniyyətlə məşğul olan insanlar tam fərqli olurlar, onların ruhları da fərqli olur. Danışığı, əl hərəkətləri, davranışları incə-incə olurlar. Bax, burada da fərqlilik var. Mən qızım, o Şəhla müəllimən qızsınız. Bax, o xanımın çox gözəl rəsm qabiliyyəti var. Mən dedim, qızım sən gedirsən hazırlığa, yoxsa ancaq özün mü məşğul olursun? Hazırlığa gedir. O xanımın özdə şeylə... Bax, siz də bizim nömrəmizi qeyd edin. Burada bizim həm Instagram, həm Facebook şəbəkəmiz aktivdir. Nömrəmizi qeyd edin. Biz şəhər salmada sizi kimi gənclərin rəsmlərini sərgiyə verdik. Həqiqətən və burada Qarabağ rəsmləri, Qarabağ atları nümayiş olundu. Xarici qonaqlar tərəfindən o qədər sevilir. O qədər videoya çəkib aparırlar. Siz gənclər bizlə əlaqə saxlayın. Biz paytaxtda olan tədbirlərə, bölgələrdə olan tədbirlərə sizləri cəlb edək. Qoy cəmiyyət sizi tanısın. Bu sahə üzrə sosiallaşın, bu sahə üzrə inkişaf edin. Anası ingilis dil müəllimədir, yüksək səviyyədə, repetitordur, yəni tanınır rayonda. Amma ona baxmayaraq nəyə gətirmək istəyirəm, o bayaqki müəllimə məsələsini. Qızının əl işlərini çox zövqlə və həvəslə paylaşır. Mən onu izləyirəm, səni də alqışlayıram qızım. O qabiliyyətini inşallah ki, arxasından gedərsən, gözəl bir dizayner mi olarsan və yaxud da gözəl bir rəssam olarsan. Bizim Qazaxlı rəssamımız var da, Aynura xanım, Mustafayeva. İxtisasca həkimdir, amma gözəl rəssamdır, gözəl sərgiləri var. Amma rəssamdır. Çox sağ ol. Çox sağ olun. Siz çıxış etmək istəyirsiniz? Başqa bizim çıxış etmək istəyən gəncimiz var. Buyurun. Mən özümü təqdim edeyim, Ağayeva Sevin, Qazax rayon icra hakimiyyəti Gənclərin Yeni Məşğuliyyət Şurasının üzvüyəm. Həmçinin də buradakı Bakı Dövlət Universitetinin Qazax filialının 2-ci kurs tələbəsiyəm. Hər hansısa bir layihə fikrim yoxsa təşəkkür etmək istəyirəm. Gözəl layihənin hazırlanmasında əziyyəti əməyi keçən hər kəsə və bizə gənclərə hər zaman kimi bu şəraiti yaradan Qazax rayon icra hakimiyyətinə. Əslində mən özüm buralı deyiləm, biraz sonradan gəlmişəm, amma bura gələndən sonra buradakı mədəniyyətin inkişaf eləməyinə, həqiqət hər sahədə, burada həm teatr, həm rəsm, həm musiqi sahəsi həqiqətən öz yerində çox yaxşı inkişaf edir. Mən burada öz bölgəmi istəyib buranı tərəfləmək istəyirəm, amma açıq real danışsaq, bizim bölgəmizdə belə çox önəm verilmirdi mədəniyyət. Mən bura gələndən sonra həqiqətən gördüm ki, bura xüsusi önəm verilir. Cənab Başçının timsalında hər şey öz qaydasına, öz yerində çox qəşəng inkişaf edir. Təşəkkür edirəm, bu gözəl şərait yaratdığınız üçün. Çox sağ olun. Təşəkkür edirik Qazaxlar adına. Çox sağ olun. Mən buradan həqiqətən də Qazax rayon icra hakimiyyətinin rəhbərinə və icra başçısı müavini Gülaya xanıma özlərinin təşəkkürümü bildirmək istəyirəm. Bizim məktubla müraciət olunan kimi ki, burada tədbir yüksək səviyyədə təşkilatçılığı təşkil olundu. İncəsənətə o qədər maraqlı bizə dəstək oldular, kömək oldular, hər bir şey dedilər, təşkil edirik və buradan onlara çox sağ ol deyirəm, təşəkkür edirəm, bir daha minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, bugün siz gənclərlə bir arada olduq, həm söhbət olduq, siz gənclərlə ünsiyyət qurmaq imkanı əldə etdik. Biz istərdik ki, indi tədbirimizin bədii hissəsində gözəl, kiçik xor kollektivimizi bir dinləyək. Buyurun müəllim. Bizim dəstəyə
cəmiyyətinə, ədəbiyyat muzeyinə, Münəvvər xanıma, könüllümüzə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Xor kollektivinə də bizim tədbirimiz burada yekunlaşır, ancaq hələ bufetdə kofe break təşkil olunubdur. Orada mən gənclərimin nömrələrini götürüm, yaradıcı gəncləri yaxından tanıyım. Buyurun, səmimi ortamda söhbət etmək üçün kofe breakə sizi dəvət edirik. Buyurun.